Azərbaycanda 2019-cu ildən qüvvədə olan qeyri-neft, qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün nəzərdə tutulmuş sosial verginin ödənməsi qaydası dəyişə bilər. Bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb. Sənədə əsasən gələn ildən aylıq gəlir yalnız 200 manatdan 8000 manata qədər olduqda, sığorta olunan 6 manat üstəgələ 200 manatdan 8000 manata qədər olan hissənin 10% qədər, sığorta edən isə 44 manat üstəgələ 200 manatdan 8000 manata qədər olan hissənin 15% qədər sığorta haqqı ödəyəcək. Aylıq gəlir 8000 manatdan çox olduqda isə sığorta olunan 786 manat üstəgələ 8000 manatdan çox olan hissənin 10% qədər, sığorta edən isə 1214 manat üstəgələ 8000 manatdan çox olan hissənin 11% qədər sığorta haqqı ödəyəcək. Aylıq gəlir 200 manata qədər olduqda isə hazırda qüvvədə olan qaydada sığorta olunan 3%, sığorta edən isə 22% sosial sığorta haqqı ödəyəcək. Xatırladaq ki, 2019-cu il yanvarın 1-dən 7 il müddətində sözügedən kateqoriyaya aid şəxslərin aylıq gəliri 2000 manatdan çox olduqda, sığorta olunanın gəlirlərindən 6 manat üstəgələ 200 manatdan çox olan hissənin 10%, sığorta edənin vəsaitindən isə 44 manat üstəgələ 200 manatdan çox olan hissənin 15% qədər sığorta haqqı tutulur.